2 gündür gecə saatlarında aramsız yağan yağışlar nəticəsində Qəbələnin Laza kəndinə gedən avtomobil yoluna ciddi ziyan dəyib. APA'nın Şirvan bürosu xəbər verir ki, Dəmiraparan çayından keçən güclü sel nəticəsində yolun bir hissəsi tamamilə yararsız hala düşüb. Hazırda kəndə gedən yol bağlanıb. Ərazidə aidiyyəti qurumların əməkdaşları yaranmış problemin aradan qaldırılması istiqamətində işlər aparır. Son günlər Qəbələdə yağan intensiv yağışlar nəticəsində Qəbələnin ən bol sulu çaylarından biri olan Dəmiraparan çayında su səviyyəsinin artması müşahidə olunmuşdur. Su səviyyəsinin artması nəticəsində isə Dəmiraparan çayının sağ sahilində yerləşən Qəbələ-Laza kəndini birləşdirən magistral yolda 100 metr hissəsində uçqun su yuma hadisəsi baş vermişdir. Dərhal Qəbələ Su Meliorasiya Sistemlərinin İstismar İdarəsinin texnikaları həmin əraziyə cəlb olunmuş və həmin gündən intensiv olaraq burada yenidən qurma və bərpa işləri görülməyə başlamışdır. Yaxın günlərdə yolun bərpası işləri yekunlaşacaq və əhalinin istifadəsinə veriləcəkdir. Onu da bildirək ki, Qəbələnin Laza kəndi turizm obyektləri və restoranların ən çox yerləşdiyi məkanlardan biri kimi tanınır. İlham Əhmədov, Talih İbrahimov, APA TV, Qəbələ.